Şəkidə 65 yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirib. Hadisə rayonun Baş Layıskı kəndində baş verib. Kənd sakini Allahyar Şirinov qoz çırpmaq üçün ağaca çıxıb və yıxılıb. Qardaşım gəlib günortüsü ağac çırpmağa, heç kimə deməyib, özü tək gəlibdir, heç kimin xəbəri olmayıbdır ki, bu ağac çırpmağa gedir. Axşam olub gəlib çıxmayıb, yoldaş ondan sonra zəng vurub, burada da dalğa olmur, deyəndə, zəng çatmayıb. Ondan sonra əl-ayağa düşüb ki, bu har oldu, çıxıb cimcə yeri var, bəlkə elə bilib oradadır, hamıdan soğucub, görüb ki, hamı deyib görməyib. Ondan sonra gəlib bura baxıb, görüb burada yıxılıbdır, xırıllayır. Elə oradan da mənə zəng vurubdur. Mən gəldim, o bir qardaşımı da götürüb maşından. Mən gələndə elə buradakı qonşular da gəlin bacımın səsinə gəlib çatdılar. Heç gəlib buradan maşına qoyub apardıq Şəkiyə. Gözü patlamışdı, sol gözü. Şəhərdə, xəstəxanada həkimlər sağ olsunlar, çox can yandırdılar, amma xilas edə bilmədilər. Orada kateyə saldılar. Ondan sonra dedilər ki, biz boyun fəqərəsi qırılıb, qavırqalar qırılıb, göz demək olar yoxdur, bir gözü, beyində silkələnməni. Şəki Mərkəzi Rayon Xəstəxanasından bildirilib ki, 26 sentyabr saat 20:30 radələrində 1960-cı il təvəllüdlü şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Dəqiqləşdirilməmiş koma, kəllə-daxili travma diaqnozu təyin edilən şəxs reanimasiya şöbəsinə yerləşdirilib. Göstərilən reanimasiya tədbirlərinə baxmayaraq, onun sentyabrın 27-si saat 05:20 radələrində ölüm faktı qeydə alınıb.